Sosial şəbəkələrdə sürətlə yayılan yeni trendlərdən biri də meyvə sirkəsi ilə arıqlamaqdır. Pəhriz saxlamadan arıqlamağın daha rahat yolunu seçənlər müxtəlif növ meyvələrdən hazırlanan sirkəni ya birbaşa olaraq, ya su ilə qarışdıraraq, ya da bal və zəncəfil kimi əlavələrlə birlikdə qəbul edirlər. Hətta sosial şəbəkələrdə arıqlamaq istəyənlər üçün ev üsulu ilə hazırlanmış sirkələr də satılır. Arıqlamaq üçün sirkə içmisinizmi? Mən içmişəm. Hardasa 2 kilo verdim. Mən şəxsən deyirdim ki, məndə heç bir problem yoxdur. Amma o alma sirkəsini istifadə edəndən sonra baxdım ki, məndə biraz bədəmdə problem yarandı. Həkimə getdim, dedi olmaz. Sırf detoks sirkəsi yaxud arıqlamaq məqsədilə sirkə içməmişəm və düşünürəm ki, həkim məsləhəti olmadan tövsiyə etmək olmaz. Əgər çox arıqlamaq istəsəm, yəqin ki, içərəm, hər şeyi əlatarım. Diyetoloq Tutu Zeynalova bildirir ki, arıqlamaq üçün ən effektiv üsullardan biri alma sirkəsidir. Lakin onun sözlərinə görə bu sirkə mütləq ev şəraitində hazırlanmalı və tərkibi tamamilə təbii olmalıdır. Çox faydalıdır diabetli xəstələr üçün, xolesterini yüksək olan insanlar üçün, və sağlam qidalanmaq istəyən insanlar üçün ev üsulu hazırlanmış olmaq şərti ilə alma sirkəsi və ya digər meyvələrin sirkəsi də istifadə oluna bilər. Amma arıqlama üzərində möcüzəvi təsiri varmı? Yoxdur. Çünki deyək ki, mən alma sirkəsi içmişəm, üstündən plov yeyim, dalıca dolma, dalıca tort, alma sirkəsi içəcəm, bu məni arıqladacaq, belə bir dünya yoxdur. Arıqlamağın yolu kalori defisiti yaratmaqdır, həyat tərzini dəyişməkdir və bunu qalıcı hala gətirməkdir. Gastroenteroloq Lalə Vəliyeva isə bildirir ki, sirkə iştahanı müəyyən qədər azalda bilər, amma bu arıqlamağın sağlam yolu hesab edilmir. Uzun müddətli istifadəsi mədə və bağırsaq sistemi üçün təhlükəlidir. Əgər kimsə bu üsulu sınamaq istəyirsə, mütləq əvvəlcədən həkimə müraciət etməlidir. Qadınlar əsasən xoşlayır bala qatıb ya başqa bir məhlula qatıb, suya qatıb içmək, arıqlamaq məqsədi ilə, amma çox yanlış bir üsuldur. Sirkə içib gələn xəstələr fəsadları ilə qanaxma açılır, lalxoralar olur. Qastriti var, xəbəri yoxdur. Helikobakter olan adam, mədə turşusu normadan artıq olan adamlara qəti qadağandır. Çünki o özümüz deyirik turşuluğu artıq olan adam turşunu içir, daha da turşuluğu artırır. Qəbizlik şiddətlənə bilər. Ona görə bunu içməmiş, mən məsləhət görürəm, mütləq gəlsinlər, endoskopiyadan keçsinlər. Həkim bildirir ki, sirkəni su ilə qarışdırmadan birbaşa qəbul edənlər zəhərlənmə və hətta ölüm riski ilə üzləşə bilərlər. Buna görə də arıqlamaq istəyənlər asan üsullar axtarmaqdansa sağlam və təhlükəsiz metodlara üstünlük verməlidirlər. Aylin Rəsulzadə, Aydın Bayramov, Kəmalə Əlimuradova, Xəbər ertəsi.